Bismillahirrahmanirrahim. Ramazandaki əgişiniz sadece İslam bilimleri doğru. Əməlinin Allah'ın dərgahında qəbul buluş üçün ixlas şərt qılınğandək, Allah'ın razı buluş üçün Qur'an və sünnətə əgişiş şərt qılınıdı. Allah'ın kitabı və peyğəmbərinin sünnətindən dəlil edilməgan hər qandaq bir əməl yoki ibadət rədd qılınıdı. Bu türlük əməl yoki ibadətinin sahibi qanchalik ixlas qılsın, heç qandaq bir mükafatqa erişə olmaydı. Bu haqda Peyğəmbər əleyhissalam mundaq degan: kimki dinimizdən bo'lmagan bir ishni paydo qilsa, u ish rad qilinadi. Peyğəmbər əleyhissalamğa to'g'ri bir şəkildə əgişiş ixlasning kapolatıdır. İxlas bilan Peyğəmbərə əgişgan vaqtda əməl to'g'ri bo'lgan və qəbul qilingan bo'ldi. Bu haqda Allah Taala mundaq deydi: kimki Parvardigoriga muloqot bo'lishni umid qiladigan, savobini umid qilib, azobidan qo'rqadigan, yaxshi ish qilsin. Parvardigoriga qiladigan ibodatga hech kimni sherik keltirmasin. Əməlinin to'g'ri bo'lishi Peyğəmbər əleyhissalamның yo'liga əgişish bilan bo'ladi. Chunki u yo'llarning eng mukammali va eng yaxshisidir. Peyğəmbər əleyhissalam xutbalarida mundaq deydi: so'zlarning eng rost bo'lgani Allohning kitobidir. Yo'llarning eng yaxshisi Muhammadning yo'lidir. İşlərinin ən yamını yenidən payda bolğunudur. Peyğəmbər əleyhissalamğa əgişiş etiqadi işlərdə, ibadətdə, muamilədə və əxlaqda Peyğəmbər əleyhissalamның Allah'tan elib gələn xəbərini təsdiqlaş, buyruqlara itaat qilish, tosqanlardan və çəkləgənlərdən yeniş bilən boludu. Peyğəmbər əleyhissalamğa əgişişdə niyetinin səmimi buluşu Allah'ın yaxşı görüşünü və məğfiretini qolğa keltirdi. Bu haqda Allah Taala mundaq deydi: aytqin ki, əgər sizlər Allah'ın dostusanlar, mənə əgişinlər ki, Allah sizlərin dostusudur. Günahlarını məğfiret qılıdı. Allah nəhayət məğfiret qılğıcıdır, nəhayət mehribandır. Ramazanda bolsa, siz Peyğəmbər əleyhissalamğa bolğan muhabbetinizə Peyğəmbərimiz tutqandək roza tutub, namazını o oxugandək oxub, güzel bir şəkildə əgiş bilan hüccət keltirishga çağırıldınız. Ramazanda Peyğəmbərimizin mükemmel bir yolu vardır. Şuna onunğa əgişkənlərdən hidayət tapqanlardan bulaylı. Hidayət Peyğəmbər əleyhissalamğa əgiş bilan boludu. Hidayət tepişinlər üçün onunğa əgişinlər. İmam İbn Qayyim Peyğəmbər əleyhissalamның Ramazandakı sünnətlərini təfsili bir şəkildə rivayət qılğan. Biz bu yerdə umumlaşdırıb özünə layiq yığınçaq və roşan naql qılımız. Şuna onun qulaqlarınızı dın tutun və gözlərinizni itaatga ko'proq gözləniş niyeti bilan yo'g'on iching. Unutmang ki, müminning niyeti əməlində yaxşıdır. Çünki mümin əməlini mükemmel qilishdan aciz kelsimi, mükemmellikdən başqasını niyet qılmaydı. İbadətlərinin türlərini köp qilish Peyğəmbər əleyhissalamның Ramazandakı sünnətlərinin qatarındadır. O zat Ramazanda insanların ən səxiraqı olub ketdi. Sadiq qilish, yaxşı işlərni qilish, Qur'on tilovati, namoz o'qish, zikr və itikaf qatorliq ibadətlərni köp qiladi. Yani Ramazanda ibadet üçün başqa aylara qaraganda nəticəsi köpdürşənlik göstərdi. Bəzi vaqtlarda vaqtni kecha-gündüz ibadet ötküzüş üçün iftarım qılmasdan bir qancha kun ulab roza tutdi. Lekin sahabelarni ulab roza tutishdan cheklaydi. Bu haqda Peyğəmbər əleyhissalam mundaq degan: "Mən sizlərə oxşamayman. Meni rizqlandirdigan və mən su berdigan Rabbimning dərgahida, yəni rəhməti dairəsində uxlayman." Ve onlara səhər vaxtıdan ikinci gündəki səhər vaxtıgacha uğlab roza tutuşqa ruxsat qılıb mundaq degan: "Uğlab roza tutmanglar. Sizlərdən kimki uğlab roza tutuşni irad qılsa, səhər vaxtıgacha uğlusun." İftarni baldır qilishmi Peyğəmbər əleyhissalamның sünnətinin qatarından bo'lib, sahabelarni iftarni baldır qilishga qiziqtiradi və so'rliq yeyishga ham uni kechiktirishga undaydi və o'zini kechiktiradi. Şuna bu haqda mundaq deydi: İnsanlar iftarni baldır qildiganlar bo'lsa, hamisha yaxshilikda bo'ladi. Xurma bilan iftar qilishmi Peyğəmbər əleyhissalamның sünnətinin qatarından edi. Agar xurma topilmasa, suv bilan qiladi və mundaq deydi: kim xurma topa olsa, onun bilan iftar qilsin. Kim topolmasa, suv bilan iftar qilsin. Haqiqatan suv pokizdir. Namoz o'qishdan ilgari iftar qilish Peyğəmbərimizning sünnəti edi. İftar qılğanda Allah'a mədhiya oquydu və savab ümid qilib mundaq deydi: ussuzluq ketdi, tomirlar nemdəldi. Allah xalisa əcr muqimlaşdı. Ramazanның chaqirig'iga ovoz qo'shib Allohga duo qilish
yalvuruş və onunla yüzlənişdə köp tirişçanlıq göstəriş Peyğəmbər əleyhissalamның sünnətlərindən idi. Ey yaxşılıqni izləyişi Allahqa yüzlən. Rasulullah roz tutuşida kemtarlik və ağır və sıxlıq əlamətlərinin bo'lishini yaxshi ko'radi. Sət gap qilishdan, vaqirab jaqirashdan, başqalarni tillashdan və tillığışı bilan tang turishdan cheklaydi. U bu vaqtda mundaq degan: Sizlardan birsinglar roz tutgan bo'lsa, sət gap qilmasin, fasiqlik qilmasin, vaqirab jaqirmasin. Agar biri tillasa yoki masxir qilsa, men rozdar desin. Payg'ambar sallallohu alayhi vasallam safar qilgan vaqtda ba'zi roza tutadi, ba'zi tutmaydi. Ve sahabelerni tutmaslıkta ixtiyarı koyup beredi. Düşmenge yaqinlashgan vaqtda sahabelerni urush qilishga kuchlik bo'lsin uchun iftar qilishga buyurdi. Düşmenge yaqinlab qolgan vaqtda bundaq degan edi: Düşmaninglarga yaqinlashib qoldinglar. Texim kuchlik bo'lishinglar uchun Ramazonni bilishinglar yaxshidir. Bu bir ruxsat edi. Ondan boshqa bir yerga kelganda bundaq degan edi: Sizlar sahar vaqtida düşmaninglarga hujum qilasizlar. Kuchlik bo'lishinglar uchun roza tutmanglar. Bu buyruq edi. Peygamber aleyhisselam safar qilgan vaqtda roza tutquchi ig'zasi bo'ldigan musofani o'lchab yurmaydi. Sahabeler safar qilgan vaqtlarda mahalladagi uylardan o'tgan o'tmaganini hisoblashmayla ig'izlarini ochatdi va bunday qilishning Peygamber aleyhisselamning sunnati ekanligini xabar berishgan edi. Masalan, Muhammad ibn Ka'b bundaq degan: Ramazonda Anas ibn Malik radhiyallohu anhuning yoniga kelganimda safar qilish uchun uloqlari hozirlanib, safar kiyimini kiyib yo'lga chiqishga tayyorlangan ekan. Xizmatchilarga tamoq akilishni buyurdi va tamoqni yedi. Men Anasga bu sunnatmi dedim. U sunnat dedi. Ondan ulqiga mindi. Peygamber aleyhisselam junub altida so'r vaqti kelib qolsa, avval roza tutdi, ondan yuyinatdi. Peygamber aleyhisselam rozlar vaqtlarida ayollarning ba'sini suyatdi va rozlar ayolini suyishni tahorat alg'ushning ig'izini chaqishga o'xshatgan edi. Bu vaqtda Umar ibn Xattob radhiyallohu anhu mundaq degan: Men rozlar altında nafsimga ega bo'la olmay ayolimni suyib salgan edim. Men: "Ey Rasulullah, rozlar altında ayolimni suyish bilan cho'ng bir xatolik o'tkazdim" desam, Rasulullah: "Sen rozlar altında tahorat qilish uchun og'zingni chayqashing qanday qaraysan?" dedi. Men: "Masala yo'q" dedim. Rasulullah suyishmi shu dedi. Peygamber aleyhisselam rozlar altida tishini misraqlab beshiq suv to'katdi. Ussuzlik yoki qattiq qisiq sababidan beshiq suv to'kkanligi rivoyat qilingan. U rozlar altida ig'zini chayqaytdi va burniga suv olatdi. Lekin rozlarni burniga suv olishda haddidan oshirishdan cheklagan edi. Laqid ibn Sabira radhiyallohu anhu Rasulullohdan so'rab: "Ey Rasulullah, menga tahorat haqida xabar bergin" deganda Rasululloh sallallohu alayhi vasallam: Taharetni mükemmel algın, barmaqlarının arsıq su ötküzgen, rozlar altından başqa vaqtlarda burnun su eşini vayıq ötküzgen degen. Peygamber aleyhisselam seferde bolsun bolmusun, kişinin qiyamını terk etmeydi. Uxlab qalsa, yoki kesellikten keçisi turalmasa, gündüzü 12 rekat namaz o'qiydi. Peygamber aleyhisselamның kechirki qiyami 11 rekat yoki 13 rekat edi. Bu haqda Ayşe radhiyallohu anha bir rivoyatda mundaq degan: Peygamber aleyhisselam Ramazonda va boshqa vaqtlarda kechasi 11 rakatdan ortiq namoz o'qimaydi. Yana bir rivoyatda 11 rakatga bomdod namozining 2 rakat sunnatini qatqanligini aytgan. Peygamber aleyhisselam bomdod namozining 2 rakat sunnati bilan 13 rakat namoz o'qiydi. Peygamber aleyhisselam qiyamda turish uchun uyg'ongan vaqtda avval misvak ishiltish bilan boshlaydi. Ondan Allah'ni zikr qiladi. Ondan tahorat oladi. Ondan yengil 2 rakat namoz o'qiydi. Ayşe radhiyallohu anhadan rivoyat qilingan hadisda u Peygamber aleyhisselam kechi qiyam uchun turgan vaqtida namozni yengil 2 rakat namoz bilan boshlaydi degan. Peygamber aleyhisselamning kechirki namozi Ibn Qayyim bayon qilgandek 3 turlik edi. Biri o'rtirib o'qiydi, ko'pincha mushunaq o'qiydi. İkincisi o'ltirib o'qiydi va o'ltirib ruku qiladi. Üçüncüsü o'ltirib qiroat qiladi. Qiroatidan oz bir qism qolganda o'rnidan turib ruku qiladi. G'animat bilan aziz qarindishim, Ramazon oyidagi butun vaqtlaringizni, balki hayotingizdagi barliq vaqtlaringizni Allohga bo'lgan muhabbatingizni isbotlash uchun, payg'ambarimizning yo'liga ergashish uchun g'animat bilan qadrlang. Ey Allah, bizga sizning muhabbatlarini, sizni yaxshi ko'radigan kishining muhabbatini va sizning muhabbatlariga yaqinlashtiradigan amalning muhabbatini rizq qilib bersizlar. Va bizni payg'ambarlarga ergashtirsizlar. Va bu ergashishimizni sizlarga bo'lgan muhabbatimizning haqiqiy bir dalili qilib bersizlar. Amin.
Manba Ramazonning ruhi va uning ma'nosi nomli kitob. Tarjimada Muhammad Tursun Yusuf.